Salam Tofiq, hamını salamlayıram. Aleyküm assalam. Biz meydandayıq. Həri. Kimin Allah hamı ruzusunu versin. Bir də ona bax Tofiq. Şapalaq, natural şapalaq. Həcin Gözəlliyi şapalaq. görsən. Həcin şapalaq. Gələn dəfə Allah qoysa bunu çəkilişini eləyərik sıfırdan. Hamı da bax görər əti necə hazırlayırıq. Ətin hansı hissəsi, necə onu təmizləyirik. Nə cür belə ətraflı yəni, hə? Ətraflı göstərərik. Müştərilər də baxar, necə doğranır, hansı tərəfdən doğrayırıq, bıçaqla necə kəsmək lazımdır, başa salarıq. Maraqlı oldu bu şapalaq. Gələn dəfə bunu çəkərik. İndi nə edirik? Tofiq, indi belə bir sifariş çıxıb. Müştəri turş məzəli ət istəyir. Yəni, turş məzəli bir ət olsun, soğanı az olsun, quzu ətindən. Menyuda yoxdur, hə bu? Menyuda yoxdur, sadəcə olaraq oxşar bir şeydir, amma fərqlidir. Fərqlidir. Biz onu hazırlayaq, qoy müştərilərimiz də görsün, bizə baxan tamaşaçılar da görsün. Görsün. Bizi sevənlər də, sevməyənlər də, Allah hamı canı sağ eləsin. Baxanların da göz haqqına girməyək. Baxsınlar, kimin nə rəyi olsa yazar, yəqin ki. Əla. Davay, başlayaq. Başlayaq mı? Nə ətidir bu? Topa bu quzu əti. Quzu ətidir. Quzu əti. Okey. Sonra nə istifadə edirsən? Bu quzunu mən çox bölməyəcəm. Hardasa 2 yerə, maksimum 3 yerə böləcəm. Biraz tikələri böyük olsun. Bu limonu da istifadə edəcəksən burada? Limonu da istifadə edəcəm. Yəni, turşməzə istəyib də, biraz turşulu olsun deyənə. Okey. Biz onu turşuluq verəcəyik. Bu ət elə bir ətdir ki, Tofiq. Yəni, tavada isti dəyən kimi o saat pişir də. Ona görə də biz onu quzu quyruğu ilə bir balaca möhürləyirik. Sonra başlayacaq qovurma. Bir dənə söz soruşum. Mən başqa yerlərdə yemişəm, quzu qovurma yemişəm. Quzun özü belə rezin kimi olur. O neydən olur? Ətdən asılda. Böyük heyvan olub yəqin. Quzu ağzında quzu deyirsən də, yəni əti çox yumuşaq olur. Soruşanda deyirlər, yəni quzudur da, yəni 10-15 kilodur, amma rezin kimi olur. Bəli, rezin kimi olur. Amma əslində o rezin kimi olmamalı. Olmamalı, yox da. İsti dəyən kimi pişməli. Bulyonu bura qoyun, zəhmət olmaz uşaqlar. Bulyonu bura qoyun, əlimin altına. Çayniki götürün burada. Deməli, quyruğu atın ha birinci. Quyruğu atıram. Quyruq yanmamaq üçün ona biraz quzu bulyonu vururam. Quzu bulyonu. Quzu bulyonu vururam ki, yanmaz. Biraz da tuz vururam. Tuz. Əla. Tavamız isti olduğuna görə belə parlandı. Bu parlananda quyruq yağı daha tez buraxır. Texnologiya. Həm də bu belə şabalıq rəngi alır quyruğu. Yeməyi də başqa cür dad effekti verir. Biz 1-2 dəqiqə gözləyirik. 1-2 dəqiqə. Sonra ətlərimizi atacaq bu quyruq yağın içinə. Amma özəl olaraq göstərirəm ki, yəni bunu istənilən adam pişirə bilər də. Sadə bir şey. Burada elə bir professionallıq lazım deyil. Kim ət tanıyırsa, əti bilirsə, tanıyırsa, o rahat pişirə bilər. Ətlər getdi, hə? Bu ətləri bax, yapışdırırıq tavuya. Yapışdırırıq. Elə bir ki, manqal effekti veririk də ətə. Belə fikir verirsən, Tofiq. Baba, görürsünüz, mən əllə işləyirəm. Hamı haqqını halal eləsin. Yəni, əllərimizi biz bəlkə gündə 100 dəfə yoruq da. Hamı bilir ki, həkimdir, aşpazdır. Bunların əlləri daim suda olduğuna görə tikli olmur da. Əti də biz yalın əllə işləyirik. Hə, Tofiq? Qoy energetikamız keçsin də. Yəni, o qədər müsbət aura ilə işləyirik ki, bu yeməyi. Yəni, bunu yiyən adam özünüz bilirsiniz ki, necə məmnun olacaq. Hamını salamlayırıq Tofiq. İndi biz bu qızarsın, sonra davam eləyərik çəkilişə yəqin ki. Bu həmənki şapalaqdır, hə? Bu həmən şapalaqdır, doğranıb Tofiq. İndi onu biz qoyuruq, şit yağı əriyəcək onun içində, tavada. Əriyəndən sonra işləyəcək yağı ətə. Tofiq, bax, fikir verirsən, qardaşım. Ətə bax, görürsən necə şəkil alır. Ət elə bil nəğmə oxuyur. Quzu əti hamı bilir də, çox xeyirli ətdir. Yeganə heyvandır ki, quzu əti də. Yəni, həqiqətən istəyir uşaq orqanizminə, istəyir böyüklərə. Bunu quzu haqqında deyirlər ki, quzu ziyandır, təzyiq qaldırır. Amma mən sizə deyirəm, əminliklə deyirəm, təzyiq qaldırmır quzu əti. Böyük heyvan əti ola bilər ki, kimdəsə mədə-bağırsaq sistemində problem olur, təzyiqində problem, o yiyəndə təsir edə bilir. Normal adam, yəni daim quzu əti yeməlidir. Çünki insana çox xeyirlidir. Lazım olan bütün vitaminlər, mikroelementlər, energetik hal bunda daha çox. Nəinki o bu səhvlərdir.
Əslində təzyiq yaradan quzu əti deyil, mal ətidir. Bunu müştərilər bilsin. Mən bunu söz arası deyirəm. Yəni biz də oxuyuruq, bilirik, yəni tanış oluruq, mütaliə edirik deyənə deyil. Həqiqətən də elədir. Torpa görsən əti, bu tüstüləməyinə baxmayın. Bu burada özü parını buraxır, həm suyunu buraxır. Su ilə yağ qarışır, bax eləncə par olur. Buna istifadə edirik, bax, quzunun bulyonu. Yəni çəkilişdə yəqin ki, gözəl çıxar da top. İnşallah, inşallah. Bu arada da biz soğanımızı doğrayırıq. Yəni soğanı az istəyir müştəri. Soğanı da bu şəkildə doğrayıram ki, hamı görsün. Yəni nazik olsun, nə də qalın. Bir yağ demişdim, Tofiq, yemək şabalıt rəngi aldı, bax görürsən. Yəni bu öz dadını götürdü. Həci meydanında, xoş gəlmişsən Həci. Çox sağ, çox sağ. Haralardasan Həci? Səni açıq vermər, yəni sən harca. Başa düşmədi. Meydan həcisiz. Kamilov teşekkür Tofiq soğanı bax vurur, quzun əti. Buna yağ vermirik da, quzu öz yağında, suyunda pişir. Sonra Tofiq tuz əlavə edirik. Biraz sarı kök. Və qoğurma lazım. Qara istiyor. Və həzm içində Tofiq biraz keşiş toxumu vuran buna üydülmüş. Həzmə kömək edir də, hamı bilir bunu. Keşiş toxumu ümumiyyətlə həzmə kömək edir. Keşiş toxumu bir də zirə. Quzu ətinə vuranda həm həzmə yaxşı gedir, həm təzyiq yaratmır, həm də ağırlıq yaratır. Aromatlıdır ki, özünüz bilirsiniz də, keşiş toxumunun aromatı necə olur, zirənin aromatı necə olur. Bu bir-biri ilə çox yaxşı birləşir. Bulyon. Yenə də qabaq, görürsünüz, əlavə edirəm. Yəni, tez hazır olan yeməkdə, Tofiq. Əslən, Tofiq, birazdan davam edərik. Yox. Mən sonraki prosesi göstərərəm. O arkadakı nədir? Arkada. Arxada göy qutabı, ət qutabıdır. Müştərinin sifarişidir. Bunlar göydür, bunlar ət. Bu Yəni, baxın da bunun özəlliyinə, hə. Bu da göy Mən yenə də təkrar edirəm. Qutabın içində bir şiş lülə əti var. Tofiq, buna gözəl dadı tamamlamaq üçün bax, kərə yağ atıram. Ərinməmiş kərə yağ atıram ki, dadı gözəl olsun. Bu içində əriyəndən sonra bunu biraz turşuluq vermək üçün nar turşusu əlavə edəcəyim. Və sonra göndərəcəyim müştəriyə. Yəni, özün də görürsən də, Tofiq, necə qoğurma oldu. Yəni, qoğurmanı görürsən də rəngi. Biz limonu yaddan çıxarmışdıq. Biraz da limon sıxacam buna, Tofiq. Ya, turşulu istəyib. Salam. Vaxt gəldi, çatdı nar turşusuna, Tofiq. Bunu turşməzə eləyirik. Qəşəng. Biraz da yenə əlavə bulyon vururuq ki, turşu açılsın. Bizim quzu əti ilə turşməzə yeməyimiz hazır olur. Yəni, bu bizim menyuda yoxdur, yəni müştərinin xahişi ilə pişirlər. Müştərilər yəni istəsə, yəni özəl olaraq hazırlaya bilər. Şalqara tavanı verin mənə. Tofiq, indi bunun müştəriyə gedmə qaydasını da göstərək. Yəni, hər şey göz qabağındadır da. Yəni, kim görürsə, bu yeməyi özü üçün, ailəsi üçün, müştəriləri, kliyenti olanlar, obyekt işlədənlər üçün, daha doğrusu, tez hazırlanan yeməli. 20 dəqiqə çəkmədən, Tofiq. Yəni, bu da bunun özəlliyi. Yəni, yumuşaq quzu əti öz dadında, effektində. Bunun adı nədir? Yəni, turşulu quzu əti. Turşulu quzu əti. Turşulu quzu əti. Menyuda yoxdur da, yəni bildim. Ona görə biz ona ad qoymuruq. Həci bizi bağışlasın. Yəni, bu müştəri istəyib verir. Həci Soveskidir, bağışlayaq. Getdi müştəriyə, Tofiq. Sağ olun. Sağ ol, qardaş, sağ ol. Göz haqqınızı halal eləyin.